İzləyicilərimizə bax elə görüntülərin fonunda kökcəri prosedurlarla bağlı hansı əsas məqamları, tövsiyələri vermək istəyərdiniz? Baxın, 14 gün sonraki nəticə, üzdə olan sallanma, dərin qırışların, üzün mükəmməl dərəcədə liftingi hələ bu 2 həftədir. Yəni bunun hələ 6 ayı, hətta 5 il qalıcılıq müddəti vardır. Bu üz üçün olunan mezenximal kökücəyrənin nəticəsidir. Kökcəri köçürülməsi. Köçürülməsi, bəli. Bu da saç üçün də, üz üçün də, boyun dekoltə nahiyələrində çox pasiyentə və baxın bu sertifikat çox önəmlidir. Bu da hüceyrənin canlılıq faizi neçə milyon olması, hər biri mühürlü kağızın biri bizdə qalır, biri pasiyentə verilir mütləq şəkildə. Bu bizim üçün önəmlidir ki, yəni biz köçürdüyümüz belə deyək, hüceyrəyə cavabdehik. Bəli. Və düzgün nöqtəyə tətbiq olunanda da ideal nəticəmizi əldə edirik. Kök hüceyrənin də qalıcılığı, effektivliyi insanın müəyyən qədər özündən də asılıdır. İstənilən halda dəyərli izləyəcəyimiz bu və digər suallarınızın hər birini istiqamətləndirmək istəyirəm. Bizim əlaqə nömrəmizə qaynar xəttimiz kimi aktivdir. Hər gün sizin xidmətinizdəyik. Həftənin yalnız bazar günləri siz olmaqla, hətta region səfərlərimiz də olur ki, bir neçə gün öncə Göyçayda pasiyent qəbul etdi. Yenidən Göyçay səfəriniz oldu. Hər ay, ayda bir dəfə də olsa Göyçay səfəriniz olur və inşallah aprel ayında da səfərlərimiz baş tutacaq. Bu elanları da efirdən qeyd edəcəyik. İstər regiondan qəbula gələn pasiyentlər, istər region səfərləri ilə bağlı, istər şəhərdəki İnam klinikasındakı qəbullarla bağlı izləyəcəyimizin suallarının hər birini 055 680 08 30 nömrəsinə əlaqə saxlamaqlarına tövsiyə edirəm. İzləyicilərimizə kök hüceyrə ilə bağlı hansı bir cümləli tövsiyə vermək istəyərdiniz? Heç bir, yəni bir çox dərman maddələri olmadan sadəcə bir preparatla səhhətinizə, sağlığınıza qovuşmaq istəyirsinizsə, istər oynaq problemində, istər MS xəstələrində, reumatoid arteri xəstələrində və illərdir sizə çarəsi yoxdur deyilən bir xəstəlik varsa və təbii ki, üzrə təbii gəncləşməni əldə etmək istəyirsinizsə, müraciət edə bilərsiniz mezenximal kök hüceyrəyə.